İnsanları necə bədbəxt elədiklərini görmüşəm ki, o 2 alanlar, 3 alanlar uşaqların üzündə xoşbəxtlik yoxdur. Birincisi müəllimlər qurulmuş sistemin bir hissəsidir. Onların əlində bir alət, qərar vermə qüvvəsi yoxdur ki, özləri istədikləri kimi eləsinlər. Onlar rutin taskın içinə girirlər və ən böyük orada səhv kütləvi dərsdir. Yəni orada uşaqların simasında individual görsənmir. Yəni hamı bir sinifdir, hamı bərabərdir, hamı eyni dərs deyir, hamıdan eyni nəticə gözlənilir və qiymətləndirmədə ona əsasən aparılır. Yəni individual yanaşma yoxdur. Yoxdur və ola da bilməz də. Yəni məktəb formatında individual yanaşma mümkün deyil. Ona görə o individual yanaşma ailənin məsuliyyətinə düşür ki, o izah eləsin ki, sən bundan 2 aldın, amma problem yoxdur ya. Sən burada uğurlusan, sən bura fokus ol və s. və alax. Və yaxud 2 almaq dünyanın axırı deyil. Mən amma onu görmüşəm də, insanları necə bədbəxt elədiklərini görmüşəm ki, o 2 alanlar, 3 alanlar uşaqların üzündə xoşbəxtlik yoxdur. Çünki onlara hər yerdən deyirlər ki, sən pissən. Bəli. Onu yaxşı tərəfini heç kim görmək istəmir də, müəllimə də görmək istəmir. Və o müqayisəli şəkildə böyüyürlər ki, filan kəs birinci partada oturur, ona görə ki, o əlaçıdır, sən arxada oturmalısan və s. Yəni belə ayrı seçkiliklər olur deyə bir çox belə potensial bizə, yəni cəmiyyətə fayda verəcək insanları biz itiririk. Yəni ona biraz da sıxıb, biraz da sındırıb məhv eləyirik, sonra da böyüyürlər, sonra bir hadisə baş verəndə deyirlər o insan niyə belə elədi? O uşaqlıqdan siz sındıra-sındıra gətirmirsiniz.